Qarabağ inanılmaz dönüşlə Almaniya üçüncüsünü məğlub edib və möcüzə olmasa play-offa çıxır. Amma oyundan sonra diqqət çəkən məqam qələbə qolunun müəllifi Bəhlul Mustafazadənin Qurban Qurbanova real təklif aldığını və getmək istədiyini deməsi oldu. Onun oyundan sonra soyuq davranışı və Çin variantına isti baxması bu xəbərləri təsdiqləyir. Liverpoolla oyun ərəfəsində belə bir ayrılıq komandanın psixoloji durumuna zərbədir. Çində transfer pəncərəsi yanvarın 31-də bağlanır və Bəhlulun bu keçidi rəsmiləşdirmək üçün vaxtı var. Texniki problem yoxdur, amma sual budur. Dəyərmi? Məncə dəyməz. 29 yaşında, formasının zirvəsində olan və Çempionlar Liqasının play-offuna çıxan komandadan Çinə getmək karyera baxımından böyük səhv olar. Pul qazanmaq başa düşüləndir, amma Avropada özünü göstərmək və daha güclü klubların diqqətini çəkmək imkanı varkən Çin seçimi məntiqsizdir.